Türklərin o məşhur anne kurabiyəsini bu dəfə mən sizlər üçün hazırladım. Evinizə qonaq gəlir və təcili şirniyyat axtarırsınızsa bu video tam sizlər üçündür. İlk öncə ayrıca bir qaba duru yağ, 2 ədəd yumurta, 1 ədədin sarısı üzəri üçün qatıq və şəkər tozu əlavə edib çırpma teli ilə yaxşıca qarışdırın. Ardından 5 stəkan un, 1 paket vanilin və 1 paket qabartma tozu, 2 ədəd limonun qabığını da rəndədən keçirdib üzərinə əlavə edirəm. Daha sonra yoğurub sonda yumuşaq xəmir əldə edirəm. 100 qram badam içini doğrayıb xəmirə əlavə edib 1-2 dəqiqə yoğururam. Sizlər istəsəniz badamı qoziçi ilə əvəz edə bilərsiniz. Yoğurub yumuşaq xəmir əldə edəndən sonra videoda göstərdiyim şəkildə dairə formasına gətiririm. Bu resept ilə tam-tamına 20 ədəd kurabiyə əldə elədim. Üzərinə yumurtanın sarısı və şəkər tozu əlavə edib işi bitirirəm. Öncədən isitdiyim 175 dərəcəli sobada 20 dəqiqə alt-üst rejimdə bişirirəm. Kurabiyə sevənlər bu resept ilə bir dəfə də olsa mütləq hazırlayın. Hazırlayan hər kəsə indidən nuş olsun. Bu və ya daha maraqlı videoların davamı üçün səhifəmizi izləyin. Hələlik.